Karma qarşılıq oldu da belə deyək, qardaşımın üstündə bir toy var idi. Böyük qardaş var idi, onun xalası oğlunun toyuydu. Onun elə bir toyunun şadlığı evinin qabağında 2 nəfər məndən də böyük yaşda oğlanlar qardaşıma atmışdılar. Bunların ikisini də çıxdım, yəni mənim arxamda bütün toy çıxdı da, bütün toydakı dostlarım çıxdı. Çıxanda çölə yəni qayıtdım, dedim ki, heç kim girişməz. Yəni bizimkilər, bizim ətrafımdakı uşaqlar, mən bilirdim ki, yəni onu sən də məni bağışda da deş-deş eləyəcəklərdən, yəni hamının üstündə qurucu olmayıq. Yəni həmin atmosferdə biz toy deyilən bir şey olanda, yəni mənim içimdə bir karovka nə iş olmalıydı. Yəni mən toya belə gedirdim da, yəni. Həmin o 2 qardaşın ikisini də vurdum. Aləm dəydi bir-birinə. Nəysə burada problemlər belə gəldi. Mən çıxdım, getdim buradan. Və birinci imtahandan da keçmişdim vergidə, ikinci imtahan qaldı belə. İkinci imtahandan elə bir keçməyimə bir həftə, ikinci imtahanın vaxtına bir 10-15 gün qalmış, mövcud buradan qaçaq düşdüm. Və çıxdım, getdim Odessaya. Moskvaya getdim. Moskvada adam vurdum, belə deyək də, nə sözümüz düz gəlmədi. Mən haraya getmişəm, yəni orada demişəm ki, arkadaş, yəni burada kimdir, yəni ortalıqda olan uşaqlar, kimlər, yəni mən də varam burada. Yəni artıq o vaxtda kimdir ki, böyük qardaşlarla da sivas var idi, tanışlıq var idi, yəni bilirdik ki, mən də varam, mən də bu işlərin içərisindəyəm. Özüm də yəni çox ürəkli idim, yəni bu kriminal aləm elədir ki, yəni ağlınla olub ürəyin olmasa, yəni ürəyin olmadığına görə yəni səni məhv eləyəcəklər, əzəcəklər. Yəni ürəyin olub, ağlın olmasa torpeda kimi hardasa vurub öldürəcəklər. Yəni verəcəklər, qabağa öləcəksən. Amma bunun ikisi də olanda sağ başını gətirib çıxarda bilirsən lan istədiyin ünvana. Mən də şükür Allah, yəni bu şeylərdən anlayışım var idi. Yəni çox uşaqlıqdan bu şeylərə meyilliyim var idi deyə. Fikirləşirdim ki, yəni burada hər hansısa bir avtoritet kimi bir status, yəni mənə lazımdır. Qabaqlar meyilli olursan, sonradan görürsən ki, qardaş, bunun hamısı yəni gətirirsən elə bir şeylərə çıxardıyıq ki, sən sadəcə olaraq ya türmələrdə çürməlisən, ya şikəst olmalısan, ya kimlərlənsə düşmənçilikdə olmalısan, öyündən, eşiyindən, ancaq narahat, gərgin şəkildə, belə ürəyin sıxıla-sıxıla qalmasın. Görəsən, mənim indi qardaşıma kimsə vuracaq və yaxud nə aracaq, mənim misal üçün çöldə kimsə vurmuşam, bıçaqlamışam və yaxud da kiməsə nə isə eləmişəm. Bu şeylərin qarşılığını məndən kimsə nə tərsə qisasçılıqla çıxacaq, nə aracaq. Oradan nəsə qardaşım, Moskvadan elə oldu ki, çıxdım, getdim Odessaya. Odessiyada düşəndə yenə dediyim kimi, yəni burada kimlər var, kimlər yox, maraqlandım, tapdım, gəldim, dedim, mənəm burada. Onlar da nə tər lazımdırsa, yəni bu aləmdə o dəstək kimi deyək, hər bir şeyləri əllərindən elədilər. Elə bir momentə gəldi, çatdı ki, yəni amma mən bu periodların ərzində, yəni mən istifadəmi heç vaxt dayandırmadım da, yəni mənim elə bir ki, yüngül mənim həyatımda bir nətər deyim. Ancaq nə işə çəkirdim? Nə işə çəkirdim. Başqa ağır Başqa narkotiklər, o qara zat dediyim şeyləri biz atırdıq. Amma bilirsən, nətər baxıyorduk da, yəni bu qara elə bir ki, yəni ayda ildə bir dəfə atlası bir şey kimi, nə bilim, harasa misal üçün gedərsən, nə istirahət eləməyə zada, yəni bu qaradan zadan atmaq olar ki. Sonradan qardaşım, bu Odessanın özündə günlərin birində bir narkotik oldu mənim. Qıraq ölkələrdə, başı Rusiyada zadda, Ukraynada zadda belə bir sezonlu şeylər olur da, ticarətdən hansı ki, üstündə durursan ortalıq uşaqları zat. Üstündə durursan, yəni biraz alver pul zat gəlir adamın əlinə. Bu Novogodni qabağı yolkalar zadlar olur, gedirsən, misal üçün, hardansa aparırsan özbəklərdən zaddan, nə bilim, işlədirsən, eləyirsən, turur boyla doğratdırırsan, tırların dalına vurdurursan, gətirirsən, yəni mayasız bir şeydir da. Gətirirdik, danışırdık, merlə, zadla böyük bir plaşat götürürdük, onun ayağının altına 3 bucaq ayaqlar var, ona taxıyırdıq, hamısını bir meşə yaradıyorduk. Bax, bu biznes elə bil yüngülvarı yaratmış üstündə dururuq da özümüz. Narkotik də Paraskoyun içərisində çox təbliğ olunmuş bir şeydir də, belə deyək.
nə bilim, xan yeməkdək, nə bilim, nə tərsedək və yaxud da bu elə bir period var idi ki, vəbşi biz süfrəyə oturanda elə bil ki, uşaqlarla stola gətirib hər şey tullanırdı ki, yəni elə bil ki, o nətər deyim, kimsə kiməsə jest eləyəmiş kimi mi deyim. Orada mənim bax həmin o yolkaların ətrafında qardaşım başıma belə bir hadisə gəldi. Mən o kimi nəşəyə pul verirəm ki, ay getmə bir nəşə get başım açılsınlar, başım işləmir. Gedir mənə gətirir elə bir ximiya gətirir ki, qardaşım mənim orada dünya başıma döndü. Elə bil ki, bu da o həmin periodda mən o Spice Banzai deyilən şeylərdən zıtdan anlayışım yox idi. Mənim deyirlər üstünə sıçan dərmanı zad vururlar. Adi tütün olsun üstünə deyir sıçan dərmanı vururlar qardaş, onu çəkirsən. Qaracı başım gedir. Mən elə bil bu bir tüstü vurulası bir şeyi, mən bunu putulka ilə, daha üçüncü tüstüyü vuranda hiss elədim ki, daha ruhum bədənimlə çıxdı, huşum getdi.